Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bu kitabın sonuncu, yəni 20-ci sınağını işləyəcəyik. Sual 1. Çəltikçiliyin inkişaf etdiyi ərazilərə aid olan xüsusiyyətlər. Bildiyimiz kimi çəltikçilik Cənubi, Şərqi, bir də Cənub-Şərqi Asiyada ən çox inkişaf edib və həmin ərazilərə uyğun yazılanları götürəcəyik. Gəlin baxaq. 1. Sakit Okean sahillərində yerləşən ərazilərdir. Bəli. 2. İsti və rütubətli ərazilərdir. Bəli. 3. Çayları əsasən yeraltı sularla qidalanır. Bu səhv ifadədir, çünki çayları muson yağışları ilə əsasən qidalanır. 4. Qara torpaqlar yayılmışdır ifadəsi də səhvdir, çünki qara torpaqlar bildiyimiz kimi çöl zonasında yayılıb ən çox və həmin çöl zonası da mülayim iqlim qurşağının ərazisinə uyğun gəlir. Çəltikçilik bildiyimiz kimi ən çox subekvatorial iqlim qurşağındadır. Ona görə də qara torpaqlar fikri səhvdir. 5. Dünyanın immiqrasiya regionlarındandır ifadəsi də səhvdir. 6-ya baxırıq. Muson iqliminə malik zonalardır. Bəli, bu ifadə düzdür. Deməli, doğru cavablar 1, 2, 6 variant olaraq B variantı. Sual 2. Doğru sıraları müəyyən edin. 1. Dəmir filizi, sənaye sahəsi, qara metallurgiya, hasil olunduğu ölkələr Braziliya, Kanada, bəli, doğrudur. 2. Neft, yanacaq energetika sahəsinin ehtiyatıdır, bəli. Hasil olunduğu ölkələr Niderland, Almaniya, xeyr, bu səhvdir. Niderland, Almaniyada neft yoxdur. 3-ə baxırıq. Daş kömür, yanacaq energetika, Car, Rusiya, bəli, bu düzgündür bu sıra. 4. Boksit, əlvan metallurgiyanın xammalıdır və hasil olunduğu ölkələr Avstraliya, Yamaykadır, doğrudur. 5-ə baxırıq. Mis, qara metallurgiyanın yox, əlvan metallurgiyanın xammalıdır. Ona görə bu səhvdir. Götürməyəcəyik 5-i. Deməli, doğrular hansıları oldu? 1, 3 və 4 variant olaraq D variantı. Sual 3. Uyğunluğu müəyyən edin. Deməli, uyğunlaşdırma sualıdır. 1. Polimetalın şərti işarəsidir. Ona görə deməli 1-ə 2-ni yazacaq. 2. Belə də qoyaq. 2. Polimetal haradaydı? Zaqataladadır. Sonra 2. Neftin şərti işarəsidir. Ona görə yazacaq 2-yə 1. Neftdə siyəzəndədir. 1-də yazacaq bura. Sonra 3. Seolitin şərti işarəsidir. Seolit də haradaydı? Tovuzda. 4. Molibdenin şərti işarəsidir. Molibden də Ordubaddadır. Deməli, variant olaraq 3-də C variantı. Sual 4. Xəritə sxemində ştrixlənmiş iqtisadi rayonun ixtisaslaşdığı əsas təsərrüfat sahələrini müəyyən edin. Şəki-Zaqatala iqtisadi rayonudur. Bu iqtisadi rayon. Şəki-Zaqatala iqtisadi rayonu bildiyimiz kimi qərzəkli meyvəçilik, tütüncülük, baramaçılıq üzrə ixtisaslaşıb. Variantlara baxırıq. A variantı uyğundur. Baramaçılıq, qərzəkli meyvəçilik, tütüncülük. 4-də düzgün cavab A variantıdır. Sual 5. Bakı şəhərinə günəşin düşmə bucağı 50 dərəcə olduğu müxtəlif vaxtlarda Roma şəhərində hansı fəsillər müşahidə olunacaq? Roma şəhərinin yerləşdiyi coğrafi uzunluqları verib, coğrafi enliyi də verib, 41 dərəcə şimal enliyi, 12 dərəcə şərq uzunluğu. Bildiyimiz kimi Bakı 40 dərəcə şimal enliyi dairəsində yerləşir və təxmini Roma ilə eyni enlik sayılır və buna görə də Bakı ilə Romaya eyni bucaq altında günəş şüaları düşür. Yəni biz Bakıda müşahidə olunacaq fəsilləri tapsaq, elə Romanı da tapmış olacaq. Bunun üçün biz nəyi tapmalıyıq? Təbii ki, günəşin zenitdə olduğu enliyi tapmalıyıq ki, fəsillər hansı olduğunu bilək ki, hansı fəsillərdir.
Bunun üçün nə edəcəyik? Deməli, coğrafi enlikdən düstura əsasən hesablayırıq da təbii ki. Düstura əsasən biz Günəşin zenitdə olduğu enliyi tapmaq üçün məntəqənin yerləşdiyi coğrafi enliyindən, yəni 40 dərəcədən, hansı ki Bakı 40 dərəcə yerləşir, çıxırıq. Maksimum mötərizə içərisində, yenə deyirəm, düstura əsasən yazırıq da bunları. Maksimum düşmə bucağı 90 dərəcədir. 90 dərəcədən çıxırıq günəş şüalarının düşmə bucağını, yəni 50 dərəcəni. O da bərabərdir 40 çıxılsın 40, o da edir 0. Yəni günəş 0 dərəcəlik enlikdə zenitdədir. Yəni günəş ekvatorda zenitdədir. Və biz bilirik ki, günəş ekvatorda zenitdə olarkən sadəcə 2 fəsil olur. Yaz və payız. Yəni 5-in cavabı A variantıdır. 6. Qarabağ İqtisadi rayonunun İranla həmsərhəd olan inzibati rayonu. A. Cəbrayıl çıxdı sıradan. B. Füzuli. Bəli, Füzuli Qarabağ İqtisadi rayonunun tərkibindədir və İranla həmsərhəddir. Cavab B variantı. Sual 7. Qanahayırı çay çökəkliyindən Bazardüzü zirvəsinə dək mövcud olan iqlim tipi və yarım tiplərinin ardıcıllığını müəyyən edin. İqlim tipləri bir çoxları üçün çətin mövzudur və bu mövzunun ən asan öyrənilmə metodu təbii ki, xəritə üzərindədir. Bu sualın cavabını ən yaxşı belə, yəni iqlim tipinə aid sualları xəritə üzərinə baxaraq daha yaxşı yadda saxlaya bilərsiniz. Belə ki, xəritədə göz yaddaşı ilə rənglərə əsasən daha yaxşı yadda qalır. Ən gözəl metodu budur. Yəni bundan başqa metod mən tanımıram. Buna görə indi bizə nə deyir? Gəlin baxaq belə yadımızda daha yaxşı qalsın. Qanahayırı çay çökəkliyi bildiyimiz kimi bu ərazidir və deyir Bazardüzünün zirvəsinədək bura qədər. Baxaq görək hansı iqlim tipləri müşahidə olunur. Deməli 3. 3-də nədir? Baxın, burada aşağıda yazılıb. 3-də qışı quraq keçən mülayim isti iqlimdir. Sonra nə gəlir? 5. 5-ə baxırıq. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim. 5-dən sonra nə gəlir? 8. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və 9-a da baxırıq dağ tundra iqlimi. Yəni xəritəyə əsasən biz tapa bilərik rahatlıqla. Bir dəfə baxacaqsınız, 2 dəfə baxacaqsınız, axırda öyrənəcəksiniz. Deməli, burada baxırıq, qışı quraq keçən mülayim isti, bəli, bayaq oxuduq, 1. Yayı quraq keçən mülayim isti iqlim deyil, 2 səhv variantdır. Üst yağıntıları bərabər paylanan mülayim isti iqlim, bəli, bunu bayaq oxuduq, var idi. Qışı quraq keçən soyuq iqlim yox idi. 5 yayı quraq keçən soyuq da həmçinin yoxdur. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim var idi. 1, 3, 6, 7-də cavab D variantıdır. 7-də cavab D variantı. Sual 8. Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarını müəyyən edin. A variantı. Axtarma Paşalı. Bəli, Azərbaycanın palçıq vulkanlarındandır. Keyrəki də həmçinin, Torağay da həmçinin. A variantı ilə doğru cavabdır. Digərlərinə baxıb vaxtı uzatmayaq. Sual 9. Çayın mənbəyində temperaturu -3 dərəcə Selsi, mənsəbində 21 dərəcə Selsi olarsa, bu çayın mənbəyi ilə mənsəb arasındakı atmosfer təzyiqi fərqini hesablayın. Gəlin əvvəlcə mənbə ilə mənsəb arasında olan temperatur fərqini tapaq. Və bu temperatur fərqindən sonra biz hündürlüyü tapmış ola bilərik. Nə qədər hündürlük fərqi var və ona əsasən də biz təzyiqi tapa bilərik. İndi nə edəcəyik? Birinci dediyimiz kimi nə edirik? Temperatur fərqini tapırıq. 21 çıxılsın -3. O da edəcək 24 dərəcə. Deməli 24 dərəcə fərq var, temperatur fərqi var. Biz bilirik ki, hər 1000 metr yuxarı qalxdıqca temperatur 6 dərəcə aşağı düşür. 24 dərəcə düşməsi üçün lazım olan hündürlüyü biz axtarırıq. Buradan x bərabərdir. Birbaşa cavabı yazacağam mən. 4000 metr. Deməli, mənbə ilə mənsəb arasında 4000 metr hündürlük fərqi var.
Bəs təzyiq fərqi necə olacaq? Təzyiq fərqi mən həmişə deyirəm ən asan variantı 1-0 atırıq. Bu da olur bizim təzyiq fərqimiz. Niyə görə 1-0 atdıq? Açıqlamasını da verim. Yəni 10-a bölürük. Yəni yer səthindən 10 metr yuxarı qalxdıqca təzyiq 1 millimetr aşağı düşdüyünə görə biz 10-a bölürük. Və tapırıq ki 400 millimetr civə sütunu təzyiq fərqi var. Cavab da 9-da C variantıdır. Sual 10. Uyğunluğu müəyyən edin. Gəlin müəyyən edək. Bu çox asan sualdır. Materiklər verib və onlara uyğun adaları seçməliyik. Deməli, bir Avrasiya. Gəlin adaları oxuyaq birinci. Sumatra adası. Sumatra adası təbii ki, Avrasiya materikinə aiddir. Cənub-Şərqi Asiyada yerləşir. A aid olacaq 1-ə. B-yə baxırıq. Falkland adası Cənubi Amerikaya aid adadır. Ona görə B-ni yazacaq 3-ə. Madagaskar bildiyimiz kimi Afrikanın adasıdır. Ona görə yazacaq C-ni 4-ə. Sonra Bafin torpağı Şimali Amerikaya aid adadır. Yəni 2-yə yazacaq D-ni. Baham adaları da həmçinin Şimali Amerikaya aid olan adadır. Deməli, 1-ə A, 2-yə D-yi, 3-ə B, 4-ə isə C. Doğru cavab A variantı. Sual 11. Sxemdə A və B nöqtələr arasındakı məsafə miqyası 1 bölünsün 30 milyon olan xəritədə 21,5 sm olarsa, xəritədə bu məsafənin neçə kilometr təhrif olunduğunu hesablayın. Gəlin biz verilənlərə əsasən həqiqi məsafəni tapaq. Sonra xəritə üzərində dəqiq məsafəni tapaq. Deməli belə, nə edirik? Biz bilirik ki, həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vururuq miqyasa. Miqyasdan 5-0 ataq. 3, 4, 5, 300. O da bərabərdir. Mən birbaşa yenə cavabı yazacağım. Vaxt getməsin. 6450 kilometr. Bu təhrifli olandır. İndi biz dəqiq məsafəni tapacaq. Bunun üçün nə etməliyik? Məntəqələrin biri A-da yerləşir, biri B-də, yəni fərqli yarımkürələrdədir. Fərqli yarımkürələrdə olduğuna görə biz həmin dərəcələri toplayacaq. Yəni 40 + 20 o da bərabərdir 60 dərəcə. Biz bilirik ki, meridian üzərində 1 dərəcənin qiyməti 111 kilometrdir. 60 dərəcənin qiymətini tapmaq üçün 60-ı vurmalıyıq 111-ə, o da edəcək 6660 kilometr. Bu dəqiq məsafədir. İndi gəlin baxaq görək dəqiq məsafə ilə təhrifli məsafə arasındakı fərqi tapaq. Bilək ki, neçə kilometr təhrif olunur. Yəni 6660-dan çıxarıq 6450 kilometri. Biz yenə birbaşa mən cavabı yazım. 210 kilometr təhrif olunub. Variantlara baxırıq. Baxaq variantlara. Y variantı doğru cavabdır. Sual 12. Geotermik pillənin kiçik və böyük olduğu əraziləri müəyyən edin deyir. Biz bilirik ki, geotermik pillənin kiçik olduğu ərazilər geosinkronal ərazilərdir. Böyük olduğu ərazilər isə platformalardır. Ona görə biz 1-ə geosinkronal əraziləri seçəcəyik. Hansı ki, həmin ərazilərdə cavan dağlar ola bilər. Gəlin baxaq görək. Deməli, 1 aiddir platforma sahəsinə, yəni böyük olan əraziyə aiddir, böyük. 2-yə aiddir, yəni. Yazırıq bura. Platformadır çünki. Geotermik pillə orada böyükdür. 2. Kordilyer dağlarıdır. Bildiyimiz kimi Kordilyer dağları cavan dağlardır. Geosinkronal ərazilərə uyğundur. Geotermik pillə həmin ərazidə kiçikdir. Yazırıq 1-ə. Sonra 3 platforma sahəsidir. Bildiyimiz kimi platformalarda geotermik pillə kiçikdir. Yazırıq 2-yə. 4 də platforma sahəsidir. Onu da yazacaq 2-yə. Sonra 5
Ant dağlarıdır. Geosinkronal sahədir. 1-ə yazırıq. 6 da həmçinin geosinkronal sahədir. 1-ə yazacaq. Yəni 1-ə 2, 5, 6, 2-yə 1, 3, 4. Doğru cavab 12-də D variantı. Sual 13. Xəritə sxemləşdirilmiş təbii vilayətlərin hər ikisində yayılmış landşaft tipini müəyyən edin. Burada hansı vilayətlərdir? Təbii ki, burada Lənkəran, üzr istəyirəm, Orta Araz vilayətidir. Lənkəran da buradadır. Lənkəran və Orta Araz vilayətlərindən danışır və hər iki vilayət üçün ortaq landşaft tipi təbii ki, dağ-çöl landşaftıdır. Dağ-çöl. 13-də doğru cavab C variantıdır. Sual 14. Sxemdə hansı iki inzibati rayonun yeri dəyişdikdə Bakı, Novorossiysk, neft boru kəmərinin keçdiyi inzibati rayonların ardıcılığı doğru olar? Gəlin baxaq. Abşeron, bəli. Sonra Xızı, bəli. Şabran yox. Birinci Siyəzən olmalı idi burada. Yəni 3 və 4-ün yerini səhv yazılıb. Dəyişəcəyik. Cavablara baxırıq. 3 və 4. Siyəzən, sonra Şabran, sonra Xaçmaz. 14-də doğru cavab D variantı. Sual 15. Dünyanın ən böyük texnoparklarının yerləşdiyi ölkələr üçün səciyyəvidir. Bildiyimiz kimi texnoparklar ən çox inkişaf etmiş ölkələrin ərazisində yerləşir. Ona görə də inkişaf etmiş ölkələrə xas olan xüsusiyyətləri seçəcəyik. 1. İqtisadi inkişafın post-sənaye dövrü xarakterikdir. Bəli. 2. Dağ mədən sənayesi aparıcı sahədir. Xeyr, inkişaf etmiş ölkələrdə dağ mədən sənayesi aparıcı sahə deyil. 3. Dayanıqlı inkişaf modelinə malik ölkələrdir. Bəli. Əsasən material tutumlu sənaye sahələrinin inkişaf etmişdir ifadəsi yanlış ifadədir. Kimya və maşınqayırma sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Doğru ifadədir. 1, 3, 5 doğru cavab A variantı. Sual 16. Eyler-Venn diaqramına uyğunlanan bəndləri müəyyən edin. Böyük Britaniya, Norveç. Gəlin baxaq. 1. İqtisadi coğrafi mövqeyi tarixən gəmiçiliyin inkişafına əlverişli yaratmışdır. Bu hər ikisinə aid olan fikirdir. 3-ə yazacaq. 2. Köçürmə kapitalizm ölkələrinin təsərrüfatın formalaşmasında əsas rol oynayıb ifadəsi sadəcə Böyük Britaniyaya aiddir. Yəni 2-ni yazacaq 1-ə. Konstitusiyalı monarxiya idarə etmə formasına hər ikisi də malikdir. Ona görə 3-ə yazacaq. Ural dil ailəsinə mənsub ölkə ilə həmsərhəddir. Bu Norveçə aiddir. Bildiyimiz kimi Ural dil ailəsinə mənsub olan ölkə Norveçin qonşusu Finlandiya ölkəsidir. Ona görə 4 yazacaq biz 2-yə. Böyük yeddiliyə təbii ki, Böyük Britaniya daxildir sadəcə. O yazacaq 5-i 1-ə. Deməli 1-ə 2, 5, 2-yə 4, 3-ə 1, 3 doğru cavab 16 D variantı. Sual 17. İki tektonik zonadan keçən çaylar. A variantı. Tərtər çay. Tərtər çay Kiçik Qafqaz tektonik qalxmasından, bir də Kür dağarası çökəkliyindən keçir. Vəlvələ çay Böyük Qafqaz tektonik qalxmasından və Ön Qafqaz çökməsindən keçir. Birləşmiş çay isə Kiçik Qafqaz tektonik qalxmasından və Kür dağarası çökməsindən keçir. Elə cavab doğru cavab A variantı. Sual 18. İlin əvvəlində ölkə əhalisinin sayı 10,5 milyon nəfər, hər 1000 nəfərə doğulanların sayı 20 nəfər, ölənlərin sayı isə 7 nəfər olmuşdur. Bir ildə miqrasiya hesabına əhali 40 min nəfər azalmışdırsa, ilin sonunda əhalinin sayını hesablayın deyir. Gəlin biz ilk öncə 1000 nəfərə düşən təbii artımı tapaq. Bunun üçün nə edəcəyik? Doğulanların sayından ölənlərin sayını çıxmalıyıq. O da edər 13. Yəni hər 1000 nəfərə 13 nəfər təbii artım düşmüşdür. İndi biz 1000 nəfəri bilirik. Ümumi əhaliyə görə təbii artımı hesablaya bilərik. Deməli, hər 1000 nəfərə 13 nəfər. Hər ümumi əhalini yazacağam indi. 10,5 milyon X. X buradan X-i tapırıq. Açıq variantını yazım. 10 milyon 500 min. Vurulsun 13. Bölünsün 1000.
Birbaşa yenə cavabı yazıram. 136.500. Deməli, ümumi təbii artım bu qədərdir. İndi nə edəcəyik? Deyir, miqrasiya hesabına əhali 40 min nəfər azalıb. Miqrasiya, yəni gedənlər də olub da. Gedənlər olduğuna görə biz bundan aldığımız bu cavabdan 40 mini də çıxa bilərik və ya ümumi əhalinin üzərinə təbii artımı gəlib, sonra 40 mini çıxa bilərik, fərqi yoxdur. İndi bundan çağ elə, sonra birbaşa üzərinə gələrik. 136.500-dən çıxaq 40 min nəfər əhalini. O da bərabərdir 96.500. İndi biz ümumi əhalinin üzərinə bunu artıq gələ bilərik və tapa bilərik ki, ilin sonunda əhalinin sayı nə qədər olub. Ümumi əhalimiz nə qədər idi? 10.500.000 nəfər. Üzərinə gələrik 96.500-ü. O da bərabərdir edər 10.596.500. Cavaba baxaraq B variantı doğru cavabdır 18-də. Sual 19. Yanlış bəndi müəyyən edin. Dağlar verib burada. İndi ona uyğun ifadələr verib. A variantı 4, 6 Kaledon Hersin damələ gəlmə mərhələsində formalaşıb. 4 Uraldır, 6 Skandinaviyadır. Bəli, hər ikisi qədim dağdır. Kaledon Hersin damələ gəlmə mərhələsində yaranıb. B variantına baxaraq 1-5 Avropa qitəsində yerləşir. Karpat və Alp dağları, bəli, hər ikisi də Avropa qitəsində yerləşir. C-yə baxırıq 1-3 Mezozoy qırışıqlığına aiddir. 1 Karpatdır, Karpat cavan dağdır, Alp qırışıqlığına aiddir. Sonra Tianşan Mezozoy qırışıqlığına yox, Tianşan Kaledon qırışıqlığına aiddir. Ona görə C variantı elə cavabımız olacaq, yəni yanlış bənddir. Bizdən də yanlış bəndi soruşurdu. 19-da cavab C variantı. Sual 20. Fauna və flora növləri ilə zəngin olan əraziləri müəyyən edin. Deməli, fauna və flora növlərinin zəngin olması üçün təbii ki, istilik və rütubətin kifayət qədər olması lazımdır. İstilik və rütubət də kifayət qədər olduğu yer ekvatorial və subekvatorial iqlim qurşağının olduğu ərazilərə uyğun gəlir. Artıq biz bunu rahatlıqla seçə bilərik. 2, 5, 6 təbii ki, ekvatorial və subekvatorial iqlim qurşağının ərazilərdir bunlar. Ona görə götürəcəyik. 5-də də, 2-də də, 6-da da fauna və flora növləri həddindən artıq zəngindir. 1, 3, 4 isə quraq ərazilərdir, səhralara uyğundur. Təbii ki, orada fauna və flora növləri zəngin olmayacaq. Bizim doğru cavabımız deməli 2, 5, 6, 20-də D variantı. Sual 21. Ceyrançöl Acınoğur fiziki coğrafi rayonunda yerləşən qoruqları müəyyən edin. A. Eldar Şamı, bəli, Ceyrançöl Acınoğurdadır. İlsu lakin Qaxdadır, ona görə variantı pozdu, A-nı götürmürük. B. Türyançay, bəli, Ceyrançöl Acınoğurdadır, lakin Bəsis çayı Kiçik Qafqazın cənub-şərq yamacıdır, ona görə B-ni götürmürük. C. Eldar Şamı və Türyançay, bəli, hər ikisi Ceyrançöl Acınoğur fiziki coğrafi rayonunda yerləşir. 21-də doğru cavab C variantı. Sual 22. Materik daxili mövqeyə malik olan Afrika ölkələrini müəyyən edin. A. Efiopiya, bəli, Efiopiya materik daxil ölkədir. Anqola isə variantı pozdur. Anqolanın okeana çıxışı var. Okean sahilində yerləşir. Atlantik okean. Ona görə A doğru cavab deyil. B-yə baxırıq. Çad, bəli, materik daxil ölkədir. Cənubi Sudan materik daxil ölkədir. Zambiya materik daxilidir. Niger də həmçinin materik daxilidir. 22-ci cavab ilə B variantıdır. Sual 23. 2 ton sudan 30 kiloqram duz alınarsa, su hövzəsinin duzluluğunu müəyyən edin. Çox asan sualdır. Təbii ki, bunu tənasib yolu ilə də həll edə bilərik. Şifahi də həll edə bilərik. Şifahi olanda bildiyimiz kimi 2 ton sudan 30 kiloqram duz alınırsa, biz 1 ton tapmalıyıq. 1 ton da təbii ki, 15 olacaq. Amma gəlin bunu açıqlamasını yazaq. 2 tondan deməli 30 kiloqram
əldə ediblər. Biz 1 tonu tapacağıq. X bərabərdir 30 bölünsün 2. O da bərabərdir 15. Cavab 15'dir. Sual 24. Doğru sıraları müəyyən edin. 1. Po İtaliya ölkəsinin ərazisindədir. Mənsəbinin yerləşdiyi ölkə İtaliya ölkəsidir. Doğrudur. Mənsəbinin yerləşdiyi təbii zona isə codyarpaqlı meşə və kolluqlardır. 1. Doğru ifadədir. 24-də yazaq 1. Sonra Lena Rusiya ölkəsinin ərazisindədir. Mənsəbi Rusiya ölkəsindədir. Lakin yerləşdiyi təbii zona, yəni mənsəbinin yerləşdiyi təbii zona tayqa zonası deyil. Ona görə 2-ni götürmürük. 3-ə baxırıq. İravadi Tayland ölkəsinin ərazisindədir deyil. Xeyr, İravadi Myanma ölkəsindədir. Ona görə biz 3-də götürmürük. 4-ə baxırıq. San Francisco Braziliyadadır. Bəli, mənsəbi Braziliyadadır və mənsəbinin yerləşdiyi təbii zonada dəyişkən rütubətli meşələr zonasıdır. Ona görə 4-ü götürəcəyik. 5. Reyn çayı. Reyn çayının mənsəbi Niderland ölkəsinin ərazisindədir. Mənsəbinin yerləşdiyi təbii zona qarışıq və yarpaqlı meşələr zonasıdır. Lakin cavabda bunu götürməyiblər. Yəni bu maraqlıdır. Niyə götürməyiblər? Əgər götürməyiblər ki, eni yarpaqlı meşə sözü yoxdur burada. Yəni bu doğru sayılmır da, yəni qarışıq meşə də var axı, yəni əslində düzgündür, bu sıralama düzgündür. Hər nə qədər eni yarpaqlı hissəsi olmasa da, yəni bu düzgün ifadədir, yəni ona görə 5-i mütləq şəkildə götürməliyik. Amma halbuki cavabda verməyiblər, səhv ediblər. Ümumiyyətlə bu sınaqda bəzi suallarda səhvlik var cavabda. 5 yəni doğru ifadədir. 6. Huanxe. Huanxe mənsəbi Çin ölkəsinin ərazisindədir. Bəli. Mənsəbinin yerləşdiyi təbii zona muson meşələridir. Bəli. 6-da doğru ifadədir. Götürəcəyik. 1, 4, 5, 6 doğru cavabımızdır. 25-ci suala baxaraq iqlim diaqramına uyğun gəldiyi əraziləri müəyyən edin. Deməli, artıq biz bilirik ki, bu iqlim diaqramı şimal subekvatorial iqlim qurşağının diaqramıdır. Ona görə şimal subekvatorial iqlim qurşağında yerləşən əraziləri seçəcəyik. Hindiçin yarımadası, bəli. Və iqlim diaqramına əsasən biz görürük ki, yayda ekvatorial hava kütləsi, qışda tropik hava kütləsi hakimdir. Ona görə yayda yağıntılar boldur, qışda quraqlıqdır. Hindiçini götürdük, Yapon adaları xeyir, Missisipi ovalığı, Missisipi ovalığı xeyir, Mesopotamiya ovalığı da həmçinin bu ərazidə yerləşmir. Dekan yaylası, bəli, subekvatorial iqlim qurşağıdır. Orinoco ovalığı da həmçinin şimal subekvatorial iqlim qurşağındadır. 1, 5, 6 bizim doğru cavabımızdır. Bayaq biz 25-ci suala baxmadıq, yaddan çıxdı, onu da eləyək. Cənub yarımkürəsində yerləşən limanları soruşur. Deməli, gəlin baxaq görək, Cənub yarımkürəsində hansı limanlar yerləşir? Kobe yox, Pusan Cənub yarımkürəsində yerləşmir, Tubaran yerləşir, 3-ü götürəcəyik, Tampa yerləşmir, Port Hedland yerləşir, Richards Bay də həmçinin yerləşir. Deməli, doğru cavablarımız hansılar oldu? 3, 5, 6, 25-də doğru cavablardır. 26-nı elədik. İndi 27-yə keçirik. Yenə uyğunlaşdırma sualıdır. Gəlin yazaq. 1, 2, 3. Deməli, A-ya baxırıq Qazaxlar. Qazaxlar Qıpçaqlara aiddir. Yazacaq bura. Tatarlar nə Oğuz, nə Uyğur, nə də Qıpçaq qrupuna aiddir. Ona görə B-ni heç birinə yazmırıq. Özbəklər Uyğurlar qrupuna aiddir. Yəni C-ni yazacaq 2-yə. Qırğızlar isə aiddir Qıpçaqlar qrupuna. Yazırıq buradan. Türkmənlər aiddir Oğuz qrupuna. Deməli, 1-ə Y, 2-ə C, 3-ə A, D.
Keçdik siyasi tipli tapşırıqlara. Litosfer tavaları üst mantyanın yumşaq səthi üzərində üfüqi istiqamətdə hərəkət edir. Bu hərəkət nəticəsində yer qabağında iri relyef formaları yaranır. Litosfer tavaları müxtəlif yer qabığına malik olduğuna görə bir-birindən fərqlənirlər. Yəni həm okeanik, həm də materik yer qabığına malikdir. Buna görə də fərqlənirlər bir-birindən. Belə ki, okean tipli litosfer tavasında qranit qatı yoxdur. Ona görə materikə nisbətən nazikdir. Fərq budur. Tavaların hərəkət formalarından biri də subduksiyadır, yəni bir tavanın digəri altına batması prosesi. Subduksiya prosesinin baş verdiyi ərazilərdə vulkanizm və seysmiklik aktivdir. Buna baxmayaraq bu ərazilərdə əhali sıx məskunlaşıb və təsərrüfatın müxtəlif sahələri ilə məşğul olur. Sual 28. Mətndə təsvir edilmiş prosesdə iştirak edən litosfer tavalarının xüsusiyyətinə və bu proses nəticəsində yaranan relyef formalarına aid 3 nümunə yazın. Bayaq dediyi bu litosfer tavaları okeanik və materik tipli litosfer tavalarıdır. Okean tipli litosfer tavasında qranit qatı yoxdur. Buna görə də nazikdir. Materik tipli litosfer tavasında qranit qatı vardır. Buna görə də qalındır. Yəni bu xüsusiyyətləri bunlar idi. İndi nə deyir bizə? Həmin proses nəticəsində yaranan relyef formalarına aid üst nümunə deyir. Belə ki, həmin proses subduksiya, yəni subduksiyadan danışır. Subduksiya nəticəsində cavan dağlar formalaşır. Misal üçün, Şimali Amerika materikində Kordilyer dağları, Cənubi Amerikada Ant dağları, sonra Şərqi Asiyada Qövsvari adalar, misal üçün Kuril, Yapon, Aleut deyə bilərik. Sonra dərin sulu okean çökəklikləri buna novlar da deyirlər, hansı ki, misal olaraq desək Peru, Kuril, Kamçatka, Marian çökəkliyi və s. yaza bilərik. 29-a baxırıq. Verilmiş prosesin baş verdiyi ərazilərdə mövcud olan təbii ehtiyatların adını yazın, ən azı 2 nümunə. Deməli, filiz faydalı qazıntılar mövcuddur həmin ərazilərdə. Dəmir filizi, mis və s. Bundan başqa termal bloklar, geotermal enerji, minerallarla zəngin torpaq və s. yaza bilərik. 30-a baxırıq. Verilmiş prosesin baş verdiyi ərazilərdə mövcud olan enerji mənbəyini və bu enerjidən istifadə edən ölkələri xəritə sxemə əsasən müəyyən edib yazın. Belə ki, həmin proses nəticəsində yerin daxili enerjisi, bu enerji mənbəyi, yəni yerin daxili enerjisidir. Yəni geotermal enerji və bu enerjidən istifadə edən ölkələr isə ABŞ-dır. ABŞ, hansı ki, həmin ölkələrdə, yəni geoelektrik stansiyalar tikilib, bu ABŞ-dır. Sonra Yaponiyadır, yəni 3 və Rusiyada Kamçatkanın ərazisinə uyğun gəlir 6. 1, 3, 6. Ölkə olaraq da isə ABŞ, Yaponiya, Rusiya. Belə, 20-ci sınağın da sonuna gəldik. Ümid edirəm ki, bu sınaqlar sizlər üçün faydalı oldu. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.